Müəllim, sən ağasan, mən nökərəmdir. New Jersey keçid şəhər tərəfdən 4-5 yerdən var və onsuz da bu yolu keçməliyəm deyə ən yaxın istiqamət aeroport tərəfdən idi deyə ona görə aeroporta müştəri var idi, götürdüm, gətirdim, düşürtdüm. 1 saat 3-5 dəqiqəyə 40 neçə dollar, ya 50 neçə dollar verirdi. Bir 13 dollar da tip verdi. Oldu 71-70 belə dollar pul oldu. Yol üstü gələndə bunu da elədim. Komfort sifarişi idi. Komfort sifarişində adi Uber X sifarişindən biraz fərqli olur. Müştəri özünə seçə bilir ki, mən səssiz getmək istəyirəm, nə bilim istidə getmək istəyirəm, soyuqda getmək istəyirəm və s. Orada seçimləri var. Sən də susursa ona elə şey aparırsan ki, xidmət aparırsan ki, ya müəllim, sən ağasan, mən nökərəmdir. Yəni o komfortu ona görə sifariş elə ki, onu duysunlar. Onu duymaq istəkləri var da, yəqin mən belə görürəm. Çünki orada seçim edə bilər ki, sürücü danışmasın, içərini istə eləsin. Adi Uber X-də onu istəyə bilmir səndən. Yəni belə bir qanun yoxdur, amma komfortda belə bir qanun var. Tələb edə bilər ki, bu göstəricilər olsun. Ona görə yol üstü gətirdim, onu düşürtdüm.